Esselamu Aleyküm. Bəzi insanlar soruşurlar ki, biz insan rukiyə eləyəndə niyə görə sırf seçilmiş ayətlər oxuyuruq, oradan buradan oxuyuruq, Quran-Kərimdə tövlükdə oxumuruq və ya hər hansı bir surəni götürüb oxumuruq. Məgər Quran-Kərim özü şifa deyilmi? Bəli, Quran-Kərim özü şifadır Allahın izni ilə. Allah təala buyurur ki: "Və nunəzzilu minəl Qur'ani ma huve şifaun və rahmetun lil mu'minin." Biz bu Quran-Kərimdə elə ayətlər nazil etmişik ki, o möminlər üçün şifa və rəhmətdir. Lakin bəzi rahatsızlıqlar var ki, həmin rahatsızlıqlarda Quran-Kərimdə keçən bəzi ayətlər daha çox effekt verir, daha gözəl effekt verir. Hətta bu mövzuda sünnədə də bəzi zikirlər, bəzi dualar hədislərdə varid olub, yəni bildirilib. Misal üçün göz dəyəndə nə deyirik? Yəni istənilən bir zikir Allahın yaratdıqlarına qarşı Allahın izni ilə səbəb ola bilər qorunmağımıza. Lakin orada biz hansı zikirlər eləyirik göz dəymədən qorunmaq üçün? Maşallah, barakallah, təbarakallah, Allahu mübarik. Bu formada zikirlər eləyirik. Ümumiyyətlə göz dəymə barəsində bir şey qeyd edeyim. İbn Həcər Əl-Əsqalani rahimehullah, yəni böyük alimlərdəndir. O buyurur ki, göz dəymə, yəni göz bir enerjidir və o insanın gözündən yox, sinəsindən çıxır. Və həmin anda sən zikir etməsən, şeytan onu aparıb həmin göz dəyəcəyin, yəni təəccübləndiyin bir şeyə toxundurur. Sən həmin anda zikr etsən, maşallah, barakallah, təbarakallah, Allahum bərik zikirlərini eləsən, o enerji sovrulub gedir və şeytan qaçır gedir. Ona görə o enerjini aparıb göz dəyəcəyin insana mı, əşyaya mı toxundura bilmir. Zikr edirsən, şeytan qaçır. Və burada diqqət eləsək, yəni şeytanın qaçması üçün bir çox zikr eləmək olar. Subhanallah, elhamdülillah, la ilahe illallah, Allahu Ekber və s. Nəyə görə? Məsələn, ayət-i kürsi oxuya bilərdik həm vaxtı. Nəyə görə maşallah, barakallah, təbarakallah? Allah belə istədi. Mənası nədir maşallah sözünün? Allah belə istədi. Və ya barakallah, Allah bərəkətli eləsin, Allahum bərik, Allah buna bərəkət ver. Nəyə görə bu zikr eləyir? Çünki bu mövzuda, bu problemdə, bu sıxıntıda, məsələn, gözdəymə bir rahatsızlıqdır. Bu rahatsızlıqda sırf bu zikirlər effekt verir. Bu zikirlər daha çox təsir edir deyə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu bizə bildirib. Burada bizim üçün bir işarə var ki, başqa bir çox xəstəliklər var ki, başqa bir çox mənəvi rahatsızlıqlar, sıxıntılar var ki, o rahatsızlıqlarda da ola bilər ki, başqa ayətlər və başqa zikirlər effekt versin. Bunu da təcrübə ilə əldə eləmişik, təcrübə ilə Allahın izni ilə müşahidə eləmişik. Misal üçün, cadı olan insan, sehr olan insana Quran-Kərimdə sehr söz keçən ayətlər daha çox effekt verir, daha çox güclü təsir edir. Və həmçinin cadını eləyib, aparıb qəbrə bastırılan insana sehr ayətləri, cadı söz keçən ayətlərlə paralel olaraq qəbir söz keçən ayətlər oxunanda daha çox effekt verir, daha gözəl effekt verir. Və həmçinin xristiyan, yəni özünü xristianlığa nisbət edən bir sehirbazın, cadugarın elədiyi sehr olduqda bu rukiyyəyə əlavə olaraq xristian söz keçən, Nasara söz keçən, İsa ibn Məryəm, İsa əleyhissalam söz keçən, Məryəm anamızın adı keçən ayətlər oxunduqda daha çox təsir edir. Yəni, bunlar hamısı bir səbəblərdir və müşahidə bu təcrübə ilə əldə olunmuş, bizdən öncə də alimlərin, şeyxlərin ömrünü bu işə qoymuş, illərini bu işə sərf eləmiş insanların, fərqli insanların, fərqli alimlərin, şeyxlərin təcrübəsi ilə bu əldə olunmuş bir şeydir ki, bu da bir elmdir. Və Allahın ayətləri şifadır. Lakin yəni Allahın ayətləri həm də bir silahdır şeytanlara qarşı, sehirə qarşı, mənfi, qara qüvvələrə qarşı. Lakin bu silah nə qədər kəskin olsa da, sən o silahı hədəfə vurmasan, hədəfi kəsməyəcək. Allah təala buyurur ki: "Va'tul buyuta min abwabiha." Evlərə qapılarından daxil olun. Bu ayətə mənalar çoxdur.
Və bu mənalardan biri də odur ki, hər işə bir üsulunca girmək lazımdır. Üsulunca yanaşmaq lazımdır. Evə qapılarına daxil ol mənası, yəni evə pəncərədən daxil ola bilərsən, bacadan da, podvaldan da daxil ola bilərsən. Nəyə görə qapılarından daxil olmaq? Hər bir şey üsulunca girmək lazımdır ki, axırda da Allahın izindən effekt olsun və effekt olmayanda da heç kəsi qınamayasan. Çünki hər bir işə bayaq dediyim kimi üsulunca yanaşmaq lazımdır. Və Allah bizə eşitib faydalananlardan eləsin. Subhanəkallahumma və bihamdik. Əşhədu en la ilahə illə ənt. Əstəğfiruka və etûbü ileyk.